Hörmətsiz haterlar, mənim videolarımın altında artıq əski hərəkət eləyənlər, artıq əski sözlər yazanlar. Birincisi sizə hamınıza bildirmək istəyirəm ki, mənim sözlərdə heç bir ehtiyacım yoxdur. Yəni mən sizin üçün o digər üstdən iraqlardan döyürəm, o digər o klonlardan döyürəm, fintifruşkalardan döyürəm ki, düşüm qabağınızda əl meymunu kimi min dənə hərəkət eləyim ki, mənə hansısa bir hədiyyə atasınız, neyniyəsiniz. Mən sadəcə olaraq bir vətəndaşam. Hansı ki öz ölkəsini sevir, öz Bakısını sevir və hansı ki çalışır, əlindən gələni eləsin ki, sizin kimi o məxluqlar at oynada bilməsinlər. Bilməyənlər üçün, yəni kim bilmir, bu dəqiqə yaxın oturun, bilin. Hər bir yerdə, harda ki sizə post terminal vermədilər ödəmək üçün, o birbaşa Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 58.7 maddəsinin pozması deməkdir. Başa düşdünüz? Yəni nəqd və qeyri-nəqd ödənişlərin qaydasının pozması deməkdir və onun cəriməsi böyükdür. Birinci cəriməsi 1000 manatdır, ikinci cəriməsi 3000 manatdır, üçüncü cəriməsi isə 6000 manatdır. Yəni harda, hər bir yerdə kim sizə atqaz eləsə, inkar eləsə ki, mən deyəndə ki, terminalla ödəmək istəyirəm, verməyəndə, bax bu məsələni vurun onun üzünə. Bir də hamımıza mən başa salmaq istəyirəm ki, ay mən deyənlər, özünüzü öldürürsünüz ki, pensiyalarım artsın, maaşım artsın, uşaq pulu versinlər. Bilin ki, bütün bu ödənişlər, nəvaciblər, maaşlar hamısı dövlət büdcəsindən ödənilir. Dövlət büdcəsinin də formalaşması üçün, yəni ki, vergi vermək lazımdır. Dövlət büdcəsi vergilər, yəni ki, əsasında formalaşır. Əgər siz vergi ödəmək istəmirsinizsə, əgər siz elə gəlirsiniz 1000 dənə belə cındırxanalar açırsınızsa, ondan sonra siz istəyirsiniz sizdə nəsə artsın, siz istəyirsiniz ki, həkimə rüşvət verməyəsiniz, siz istəyirsiniz ki, nə bilim, müəllimə rüşvət verməyəsiniz, amma özünüz kimə lazımdır rüşvət verirsiniz ki, o gözlərini yumsun ki, siz də orada at oynadasınız, hə? Nəticədə də mən kimlərinin hüquqları pozulsun, hələ şey olmayacaq. Mən sizdən savayı bir vətəndaş kimi başa düşürəm ki, vətəndaş birliyinin, yəni ictimai qınaq nəticəsində Bakıda, Azərbaycanda çox şey dəyişmək olar. Siz onsuz da Bakının poxunu çıxartmısınız. Yəni hal-hazırda Bakı rəsmi 2 milyon 400-dür, amma qeyri-rəsmi 6 milyona yaxın Bakıda adam var. Bax sizin kimilər. Hansı ki, bax o cürlə cındırxana obyektlərini açıblar. Hansı ki, bax belə o kartları qoyublar orada, kart eləyirlər. Hansı ki, bütün qanunları pozurlar. Sonra da hamısından da ki, ucadan qışqırırlar ki, o pisdir, bu pisdir, ətrafdakiləri, yuxarıda oturanları, aşağıdakı oturanları hamısını pisləyirlər. Nə qədər ki, mən varam, nə qədər ki, mən sağam, mən həmişə çalışacağım ki, özüm düzgün yaşayayım və bu düzgün yaşamaq yolunu da digərlərinə də nümayiş edim. Qəlbdən qəlbə bu qədər.